Axşamınız xeyir olsun, hörmətli izləyicilər. Aydın havalı bir mart günündə sizləri salamlayıram. Mart ayının 3-də günortadan sonra hava isti olub. Qarın əriməyən qismləri də əriyib, yol boyu axıb gedir. Yenə görüş vaxtını dəyişmək olmaz. Axşam çağı sevlə yemləmək vaxtında məhləmizə çıxmışam. Gözəl bir video çəkmək istəyirəm. Videonu mən çəkmirəm, telefon çəkir, görüntülər də elə həmişəki görüntülərdir. Ancaq biraz söhbət eləyə bilərik. Yolda kim çıxsa qarşıma, ondan həm söhbət olacam. Kim ola bilər, kim gəlsin? Həsən ola bilər. Hər gün tezdən günorta axşama atılan bu küçəni yüzyenişə yüz yoxuşa gedib video çəkir, TikTokda da paylaşır. Əsgərov profili ilə. Çox həvəskardır at minməyə, at qovalamağa. Dünən gedib Nəsirvaz kəndində Hidayətin atın minib çapıb, rəy bildirib ki, yaxşı atdır, yarışmayacaqdır. Tülkünün itin gözündən uzaq toyuqlar həyətdə otlayır. Hələ ki sakitçilikdir. Heç kim gilə yanmır tülküdən. Yoxdur son zamanlar. Kimsə yoxdur. Videomuzun əvvəli xarici ədəbiyyatdakı kimi 20-30 səhifə cansıxıcı olur. Sonradan açılırıq. Bu nə quşlardır belə otururlar. Alçaq ağacın qanında üçü, bir dənəsi də çəpərin üstündə. Gedirəm uçurlar, biraz yaxınlaşdırım. Görək nə quşlardır. Görməyə elə də alışıq olduğumuz quşlar deyil. Biraz da yaxınlaşdıracağım. Quşlar uçdular, getdilər. İndiyə quş qalar. Həsən yoxdur. İndi harada o saatın belində çıxacaq. Məhlənin yaxşı yerində dayanmışam. Ətrafdan həm görüntülər ala bilərik. Bilmirəm nə mövzuda söhbət eləyək. Atlardan olsun. Məhləmizdə belə götürəndə hamıda at olub.
Göz önündən keçdim. Bəlkə Fəxrigildə olmayıb. Qalan hamıda atı olan vaxtını xatırlayıram. İlk olaraq məhəllədə Qarahəmgildə olub. 67-ci ildə, 68-ci ildə eşkiz balalayıb. Həmin ili bizim inəyimiz eşkiz doğub. Səğarxan müəllimin eşşəyi, Qarahəmgilin atı, bir də Ceyran xalanın da eşkiz uşağı olub. Vələhəmgilində bir sarı atı varmış. Çox bəzdə satmış, həm möhkəm boğuşarmış, həm də o vaxtın yarışmalarında neçə dəfə birinci yerə çıxıb. Sonra ömür vəfa verməyib, yoxsa yenə birinci yerə çıxarmış. Minə bilmirmişlər. 2 kisə qum doldurub yüklüymüşlər belinə. Məhəllədən Ələmi, başqa böyük uşaqlar minərmişlər. Qum yükünün arasına ki ağır olsun, əhilləşsin. Ancaq yenə də şıllaq atıb salarmış yerə, qumları dağıdarmış. Həmin illərdə bizim də bir göy atımız var imiş. Həmçinin o atın canavar qavalayıb daşdan salıb öldürmüşdü. Ağdərə qəsəbəsində gedib baxmışdılar. Nəşin üstündə də nə qədər ağlayıb gəlmişdi Hökəm oğlum. Bizim at 1965-in qulunuymuş. O vaxtdə eşkək çoxmuş, ancaq at azmış. Xudakərim müəllimin atın balasıymış. Ərəzən qulunmuş, bax balaca faizdə. Həmin gen qonşusuydu. Deyir ki, Rəcəb bunu apar saxla. Gətirirlər. Böyüyür, boya başa çatır. Çox da uzun boylu olmamışdı. Törə bir atı idi, ancaq elə möhkəm boğuşurmuş. Mən də xatırlayıram. 82-yə 83-cü ildə canavar boynundan möhkəm yapışıb dərisini qopartmışdı. Qardaşım İlqardova xəstəlikdən gəlmişdi. Demişlər ki, at hardasa tək qalıbdı, xəstədir, boynundan qan axır. Gedib gətirmişdi. Kalium permanganatın suda məhlulu ilə yarasını yuyurdular, bir qıpılca su tökürdülər. Həmin yaranın içi dolurdu, o qədər canavar dərin ətdən ayırmışdı ki. Sonra Reyvanoldan zaddan vurdular, bitişirdi yavaş-yavaş. Ancaq 83 ara, 65 ara, nə qədər yaş olur? Haradasa 20 yaşa yaxınlaşırdı, 18 yaş. At da qocalmışdı. Həmin ərəfə Qafandan yaya Sisyandan ət kombinatından adamlar gəlmişdi. Şət-bə-şət at axtarırdılar. Bizə də xəbər verdilər. At apardıq, onlara təklif elədi. 200 rubl yazmışdılar. Qarahəmgilin atına 500 rubl. O çox iri atı idi. İlqar istəmirdi atı versin, geçsin. Dedi ki, papa gedirəm atı alım gətirim. Nəsə sonra özü getmədi, nədirsə. At apardılar, çox at yığmışlar şətlərinə. İlk halında aparıb kalbasa düzəldirdilər. 200 rubl da göndərmişdilər. Bu at möhkəm qapağan atı idi. Bütün atları boğurdu Şəfşəndə. Balaca olmağına baxmayaraq fənkir idi. Girirdi atların qışlarından tuturdu, qarınlarının altından yıxırdı yerə. Bir neçə dəfə tərkinə minmişəm minicilərin. Ancaq tək bir dəfə minmişəm. 81-ci il idi deyəsən. Ot biçim ərəfəsi idi. Qardaşım Əli ilə sahəmiz vardı. Ora minib gedirdik. Ot biçirdik. Mən də qulaq yoldaşı olurdum. Gələndə mənə nağıllar danışırdı. Sonra kitablardan oxuyanda bildim ki, Minbirgecə nağıllarındanmış. Sahib Əzzamanın nağılı nəsə orada mənə aid olan hissələrdən danışırdı. Mən də əl çəkə bilmirdim. Hara gedirdik, düşürdüm dalına. Göllərdən gələndən sonra günorta dincəldik.
Getmək lazım idi bağa. Mindi ata, mən də mindim, getdik. Böyük çayda bağımıza yaxınlaşanda gördük uzaqdan vərəmim gəlir. Onlar neçə yaşı olardı? 25-ci il təvəllüd idi. 60 yaşı tamam olmamışdı. Ancaq çox üzgün bitkin gəlirdi, yorulmuşdu. Üz yuxarı 1 kilometr gəlməli idi. Ona çatan kimi əli atı saxladı, düşdü yerə. Əmimlə görüşdülər, dedi əmi, min ata. Mindirdi ata mənə də əmimin tərkinə. Kəndə çata-çatda yalda fənhar yanında saxladı atı. Bir daşa çəkdi, saxladı, öndən düşdü. Atı çevirdi, yanını da verdi mənə, dedi get. At yolu tanıyırdı, elə düşdü yola, çaya qədər gəldim. Hələ çayı da geçdi. Palanını aldı əli, ötürdü bağa, ağladı. Bir ot yerə bağladı, nəsə. Söhbətim onda deyir, ondadır ki, bir dəfə tək başına o ata minmişdim. Bir il atsız qaldıq. Bəs Kəfşəndən ot daşımaq üçün at lazımdır, ulaq lazımdır. Biçinci var, kömək var, biçib. Otu Kəfşəndə toplayırlar, ancaq gətirməyə bir ulağımız yox. 83-cü il idi deyəsən. Qasım əskərliyə gedən vaxtı. Bu evdə idi Qasım Gil. Hüseyin əmin oğlu. Orada papam gəlir, yeyib içirlər. Qonaqlıqda Ənvər əmi ilə sövdələşirlər ki, bəs Ənvər əmi atın satır bizə. Deyib ki, həmin atın bir minəyinə balası var. Onu saxlayacağım. At hələ Kəfşəndədir, heç gətirməmişəm. Onu da satıram sənə noyabr ayının sonları. Nəsə, papam gəlmişdi evə axşam sağı. Oturmuşduq, yemək yeyirdik. Səs gəldi, papam dedi, Ənvərin səsidir. Dedi, ay Ənvər, geç içəri. Nəsə, geçdi gəldi içəri, orada yeyib içiblər. Dedi ki, Ənvər bir çay süzsünlər istəyir ki, yox. Mən gün orada yeyib içmişəm, aslanı tülküyə boğduranmaram. Marağım varsa, gəldi bir 50 qram içəcəm. Nəsə, bir butulka tapdılar, gətirdilər. Ənvər əmi bir 50-100 vurdu, dedi, bu başqa məsələ. Dedi, bəs söhbətimiz söhbətdir, at evdə deyil, Kəfşəndədir. Sabah İlqar getsin, tutsun gəlsin İlqar şətdə. 180 manata sövdələşmişdilər. O 180 manatı papam verdi, Ənvər əmi getdi. Noyabrında elə pis vaxtlardır ki, hələ tam qar yağmayıb, ancaq dağ çiskindir, buluddur, göz görmür. Sabah İlqar bilmirəm, Siyavuşla ya kiminlənsə gedib dağa atı tutub gətirmişdi. At demək quzu bir həlimat idi ki, bəlkə 30-a qədər yaşı var idi. Özü də balalı idi, gələni bala verməli idi. Şabaldır rəhti at idi. Bilinir ki, vaxtı ilə ceyran kimi atı olmuşdu. Umud dayının atı olub. O minirmiş bir atı buraxmazmış önə, həmişə öndə gedərmiş. Sonra neçə əl dəyişib axırda Ənvər əmiyə satmışdı. Bizdə də həmin il yazı at doğdu. At küçələ yeriyirdi arxasınca qulan. Papam deyirdi ki, bu atın balası yorğadır. Su kimi axır. Nə həvəsilə gözləyirdik ki, at böyüyəcək, qulun at olacaq. Atalar deyib ki, qulun böyüyüb at olunca yiyəsi mat olar. Üstündən bir il geçdi, tövlə şəraitində yemləyirik, suyun veririk. Dayıca hər gün, həftədə 2 dəfə, 3 dəfə sancılanır. Yatır yerə durmur. Od ütüsünə od doldururuq, gətirib ütülüyürük, belini alıqlayırıq. Xəstəliyi geçmir. Çıxdı yaza, bir gün getdik ki, çalıqlayır yerdə, baş gözün yerə çırpır. Qolun öldü, dərdini çəkmək mənə qaldı, nə həsrətlə gözləyirdim. Mənim atım olacaqdı, onu nəsə apardıq. Bir dəriyə qoyduq. Daha evdə saxlamayacaqdıq ki. Üstündən bir il geçdi, atımız yenə bir bala verdi.
Bu balasını da 1 il saxladıq. 2-ci ilində minəyini olacaqdı. Qoca atımız yoxa çıxdı. Payızdadır. Neçə dəfə dağa daşa getdim, axtarıram. Bəs bu at hara getdi? At axtaranda da solu düzdə gördüm bir axsaq at var, yanında 1-2 at. Çox yorulmuşdum. Biraz yuxarı çıxacaqdım. Dedim elə bu atlardan birini tutum, minim. Gedim o təpədən də baxım görüm. Bəlkə atı tapdım, oraya ümidliydim. At tutaq vermir, bir axsaq idi. Kazım dayının atıymış, sonra bildim. 2 qışda heç tutmurmuşlar. Həmişə çöldə qalırmış. Nəsə onu tuttum, çox bərk qaçamırdı. Yeniden çıxdım. Təpiyə orada baxdım, asıl yoxdur, bunu da ötürdüm. At tapılmadı, iş tapılmadı. Bir gün kətdəydi, Şövqü dedi ki, girək Nəsirin çayçısında bir çay içək. Cəmi 15 yaşım var, çay içəsizdə də heç bir dəfə də getməmişdim. Şövqü çox yeyib gəlmişdi o. Yaşından böyük uşaq idi, böyümüşdü. Girdik çayçıya. Oturmuşduq ki, bir müəllim. Adı müəllimdir, özü şərəfsizin biri. Hətta sən bizim atı minmişsin, ha, qurumsaq belə səsinlə də. Nəsə ona cavab vermədim, Şövqü biraz qışqırdı, bağırdı onun üstünə. Bəlkə videomuza baxsaq, əgər şərəfi varsa, nömrəm də var, zəng versin. Şərəfsiz olduğum bir daha da başa salım. Nəsə, həmin at yoxa çıxdı. Sonra onu deyəsən Vənətdə hardasa görmüşdülər. Çobanlar tutub falan qoyub belinə veşlərini yığıb aparmışmışlar. O getdi, indi bu biri dayıçanı öyrətmək lazımdır. Cavan atdı. Şahinlə minib getmişik pistə. Balaca boydu, biraz da tez minmişdim. Deyirlər, sən bana niyə minmişsən? Ağa minəyinə deyil. Yaxşı ki minmişdim. Həmin yazı onu da ermənilər apardı adıyla. Apardılar, satdılar. Tivinkini aparıb şərra satırdılar. Şərrun üçün şahbuza belə şəddat qalmamışdı. Qasım Məzakirin şeiri vardı. Qüttay Təriqin vüfuru vardı. Yaylaqda aranda qatar qatardı. Yenə ötür apardı. Bizim başımızda çatladı çana. Elə onu axtarmağa gedəndə də Şövqü ilə dağlarını özünü açmışdıq. İndi Ermənistan ərazisinə başımız orada minqal çəkmişdi. Bir tərlə sıyrılıb çıxıb gəlmişdik. Gecə saat 12-də satmışdıq kəndə. O at da əldən çıxdı. Yenə atsız qaldıq. Bəs necə olacaq? Bir ildə çöldə ot yerimizə otu biçdik. Nə qədər ot biçib tayalamışıq. 160 dəriz, 23 olmalıdır. Ulağımız da yoxdur. Hər gün tezdən gedirik, bitirik. Gün orta piyada gəlirik. Bəlkə 10 gün getmiş. Elə atımız olsaydı 10 yük gətsəydik, yarısını daşımışdıq. Nəsə 5 nəfər ağız açdım. 4 eşək, bir at yığdım. Tezdən qaranlıqlı vaxtdan İlqar, mən, Ülkar getdik ot daşımağa. Getdik həmin yerimizdən 4 dəfəyə 20 yükün hamısını gətirdik. Yenə belə olmaz da, çayda da bağımız var. Bəs bizə at lazımdır. Neyək? At da çox baha. Bütün atlar aparıb satıblar. At inək qiyməti nədir? Bibim birinin atın balası vardı. Minəyinə idi. Bir qış bizim tavlada baxmışdıq. İnəklərin axırından çıxan qava yemləri vermişdi, yeyirdi. Bir qışda Bahadur aparıb saxlamışdı. Atlar var idi. Onu da satmaq istəyirdilər. Birinə verdik. Əvəzində at aldıq. Hələ at olmamışdı. 3 yaşındaydı.
Deyir atı verdim, inəyi verdim, atı aldım, sazım dıngılı dıngılı. Həmin hadisə idi. Getdim o da Parğasa kəvşərindən tapdım. Nəsə sövdələşəndən sonra o biçimin az qalırdı. Dedilər ki, at filan yerdə, Parğasa kəvşərində məhlə uşağı Cəfər sabah qoyuna gedirdi. Dedi, qoyuna gedirəm, sən də gəl. Orada atı görsək, köməkli tutaq. Mən də tezdəndən yay alması yığdım sumkama. 1 litr də araq götürdüm əskər flyaqasında. Getdim ki, Cəfər gələ cavan oğlandı. Orada 50 qram da mən vuraram, içər. Dağda hava soyuq olur, keyfimiz kökələr axsa da cəsarətlənib tutarıq. Getdim, gördüm, yox, Cəfər oralara gəlmədi. Nəsə orada at, burada at, gördüm Sübəddin gəlir. Əlində ifa Sübəddin. Sən hara bura hara dedi, atı 3 gündür qovalayacağım burada, tuta bilmirəm. Dedim, mən də at axtarıram, dedi. Tezdən Parğasaydan çıxmışam, su yox, suyun olar. Dedim ki, su yoxdur, alma var. Bir də əskər flyaqasında araqdır. Elə bildi zarafat edirəm, nədir? Flyaqanı götürdü, çəkdi başına bir 150-200 qram içmişdi. Sifət oldu qapqara. Hə, bu nə idi? Dedim, araqdır da. Nəsə almadan zaddan da bitər yedi və sürək zadı geçdi. Keyfi duruldu, dedi. Gedək Parğasayın qabağında arxaş yerinə. Orada atlar var. Bizimkini tutaq, sonra səninkini axtarıq. Getdim ki, elə həmin bizim at da oradadır. Kremplin ip gətiribdi Sübəddin. Bir çola bağlayıb. Bir ucunda verib mənə şatları qovalayır. Gəlib ipə çatanda qaldırım, sinələrə toxunsun. Tarımlayım dayansınlar. At gəlir, ipə söykənəndə dayanmır, zərblə vurdu. İp əlimdə 2-3 metr sürüşdü, əlimin içindən tüstü çıxırdı. Elə bil əlimi közə basmışam, elə yandırırdı. Nəsə, tək atı tutaq, minəvəza vəziyyətə qatlaşaram. Atların ikisini də tutdu, oradan kəstirmə Parğasay qəsəbəsinə. Tutmuşuq, yedəyindən yenişdi. Mən tutduğum atları bilmirəm ki, minmək olur, olmur, dayçadır. Yendik Parğasaya, getdik Xəyalı gilə. Atları bağladıq onların həyətinin yanındakı səfərə. Elə evdə oturmuşduq. Yemək hazırlayırlar ki, dedilər ki, at qaçdı. Çıxdım ki, ipi qırıb qaçıb. Sübəddin dedi ki, bizim atı min, sür dalınca. Sübəddin atı mindim burada, orada. Tutduğumuz yerə az qalırdı. Atlara qoşulsaydı tutamayacaqdım. Çatdım ata. Düşdüm atdan, istədim önünə geçim. Elə vurdu qoşa təpi ilə ki, ayaqlarım yerdən üzüldü. Düşdüm, dizim zam ağrıyırdı, ancaq diz ağrısına kim baxar. Bir tərlə süpürlədim, atın boynundan sallaşdım. İp var idi boynunda, biraz uzun idi. Tutdum, gətirdim. Yemək saat yedik, arağın qalandı orada içdik. Durduq, mindik atlara. Sübəddin qabaqda gedir, mən onun arxasınca. Kəndin qarşısı Hacıya qədər gəldik. O qabaqda çəkir, mən də arxasında deyir ki, at çox həlim atdı bizim at. Təpiyə atmaz, qappaz. Mən də arxayın olmuşum. At qabağımdaydı. Barmağın ucu ilə dımbucuna toxundum ki, biraz yeyin geçsin. Qalxdı təpiyə. Bu biri dizimə də bir dənəsi vurdu. Sərildim yerə. Ayağa qalxa bilmirəm. Sən nə oldu Sübəddin? Dedim, at vurdu. 15 dəqiqə yerdə qaldım. Biraz oxaladıq, zədələnən yerləri durdum. Atın yedəyindən tutdum, həyətə qədər dartdım, gətirdim. Sabah falanı qoyduq belinə, böyük çaya turp çırpmağa gedəcəkdik. Tutlarda mən çırpalıyam, 17 tutaq. 2 dizimdə ağrıdan qıvrandırır məni, nə qədər eləyirəm ağzı çıxa bilmirəm. Nəsə həmin günü alçaq ağaçlardan biraz çırpdıq, tutuzağı sərdik ora.
Bundan sonra başladıq balatı əhəlləşdirməyə. Balanı qoyuruq belinə, gündə 2-3 dərəz ot yüklüyürük. Göllər deyilən əraziyə gedirik. Oradan 6 dərəz bağlayıb vururuq belinə, 8 vurmuruq şələ. Cavandır, qolları tutulmaz. Gedəndə ancaq ikimizdə minirik. İlqarla mən 90 kilo olar, 65 də mən. Talamda bir 20 kilo. Çapırıq düz yerlərdə. Bilmirik ki, baş gələcəkdə 20 il TV kəndində lideri eləyəcək. Rayonda neçə diplom alacaq. O at həmin at oldu. At söhbəti gör. Nə qədər sürdü. Şövqün atı çox olub məhəllədə. Bəlkə 20 at gəlib əlindən keçib. Səfərxan müəllimgildə biri var idi. Mən əskərliyə gedəndə bir dənə dayısı onlardaydı, biri bizdə. Hələ o dayısı haqqında danışmadım. Rəhmətli Rüstəm vermişdi papama. Bir yaşı tamam olmamışdı. Çox dik dayısı idi, erkəkdi. Qışda öyrədirdik. Yedəyə çəkirdik ki, öyrənsin yedəyə getmək arxaca. Qaramgilin var idi. Bizim o dayıça, bir də Səfərxan müəllimik. Mən hansı səfərdən atlayıb keçirdim arxamıza. O da tullanırdı. Elə bir dayıçaydı. Bax, bu hündürlükdə səfərləri o tərəfə keçə bilirdi. Heç yerdə toxunmurdu. Yazda ötürürdük Şəfşənə. Axşam yeyib gətirirdik. Getdim Bakıya gəldim, Paveska gəldi, əskəriyə gedəcəkdim. May ayının 29-u şəhətdən çıxdım. Hər gün dayısana gətirirdim. Məktubda yazıb soruşurdum ki, bəs dayıçam necədir? Deyirlər ki, dayıça, bir dayıça olub yerlə göylə əlləşir. Həmişə soruşurdum, 2 ildən sonra gəldim, bəs dayıça, atanı say deməklə, mən gedən günün axşamı dayıçaları tövləyə gətirməyiblər. Canavar qovalayıb, bizim üçün tutub. Səfərxan müəllimciyin o yabı dayıçası salamat qalmışdı. O dayıçana da at eləyib minə bilmədim. Lider atımızın 5-10 yaşı olanda da bir dənə dayıçı aldım İlhamdan. O da minəyinə çatanda, onda da Bakı şəhərində oldum. Bugün gəlirdim kəndə. Onun əvvəlki axşamı canavar çay kənarında onu da yemişdi. At qulunu saxlayıb at eləyib minmək çətin. Elə hazır atı alasan hamısından yaxşıdır. Ancaq bəzən də allanırıq ki, filan atı yaxşı idi, onun balasını alaq. Balası da yaxşı olsun. Atın balası anasına çəkməz. Atasına çəkər, aygırına çəkər. Şövqü də yoxdur söhbət eləyək, ancaq bir videonun da sonuna gəldik. Hardasa 30 dəqiqə tamam olacaq. Söhbətimizin yaxşı pisin bağışlayın. Heç bir şirtmə yoxdur. Hələ azdır ki, nəinki çoxdur. Salamat qalın, növbəti videolarda görüşək.